Cənab Köçəryana təklif edirəm eşşək kimi anqırsın. Köçəryana təklif edirəm eşşək kimi anqırsın. Amma həvəslə. Görək neçə baxış qazanar. Mərc gəlirəm ki, mövcud orta statistik baxışlar sayından artıq olmaz. Axar TV BBC Azərbaycancaya istinadla xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan belə təkliflə qarşıdan gələn parlament seçkilərində rəqiblərindən biri, keçmiş prezident Robert Köçəryana müraciət edib. Daha əvvəl Robert Köçəryan nəzarəti altında olan televiziya kanalında rişxəndlə bəyan edib ki, Paşinyanın bölgə səfərləri sosial mediada baxışlar qazanmaq üçün keçirilən şoudur. Robert Köçəryan deyib, əgər hər hansı bir siyasətçi, tanınan bir şəxs, kobud desək, eşşək kimi anqırsa, həvəslə anqırsa, düşünürəm ki, milyonlarla baxış qazanar. Seçki kampaniyasının startı verilməmiş Paşinyanın Mülki Müqavilə Partiyası və digər qüvvələr təbliğat kampaniyasına qatılıblar. Bu günlər Robert Köçəryan da tərəfdarları ilə görüşlər keçirib. O, mövcud hakimiyyəti bacarıqsız adlandırır. Onlar xalqa başqa nə deyə bilərlər ki? Məsələn, ciddi bir diskusiya zamanı xalqa deyiləsi heç bir ciddi sözü yoxdur. Ciddi bir müzakirə zamanı Qarabağın itkisini necə izah edəcəklər? Hakimiyyətdə olduqları 8 ildə 3 müharibə gətirdilər. 5000 ölüm üçün necə cavab verəcəklər? Sakinlərlə mütəmadi görüşlərini davam etdirən Paşinyansa açıq bəyan edir ki, onun rəhbərlik etdiyi seçkilərdə ən azı 60% qazanmasa müharibə olacaq. Sentyabrda müharibə olacaq, fəlakətli müharibə, əgər mülki müqavilə böyük üstünlüklə qalib gəlməsə. Bununla bağlı Paşinyan tarix də verib. İyunda mülki müqavilə parlamentdə tam üstünlük əldə etməsə, sentyabrda Azərbaycanla müharibə başlayacaq. Əks düşərgə. Xüsusilə keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan isə bunu təksib etməyə çalışır. Sülh gündəmini dəyişməyəcəklərinə işarə edirlər. Lakin 2 gün öncə öz iqamətgahında mediaya müsahibə verən Ermənistan blokunun rəhbəri və baş nazirliyə namizədi Robert Köçəryan faktiki mahiyyətini və seçiləcəyi halda hədəfini bir növ göstərmiş oldu. Müsahibəsi zamanı divardan asılan monitorda kadrlara düşən xəritə əks olunub. Bu xəritədə keçmiş Dağlıq Qarabağ və onun ətrafındakı 30 il işğalda saxlanılan 7 rayon Ermənistan ərazisi kimi təqdim edilir. Bu, Paşinyanın iddiasını doğruldan əsas faktor sayıla bilər və görünür Köçəryan sözdə müharibə olmayacağını desə də, Azərbaycan ərazilərini iddia edəcəyini faktiki olaraq xəritə ilə göstərir. Əks halda seçki ilə bağlı müsahibəsində niyə sözü gedən xəritəni jurnalistlərlə öz arasına yerləşdirməli və onun görüntülənməsini təmin etməlidir?